Birləşmiş Ştatların silah satışı 600% artıb və təkcə Avropadan gələn sifarişlərin həcmi 265 milyard dollara çatıb. Bunu müttəfiq qüvvələrin Avropadakı ali baş komandanı Amerikalı general Christopher Cavoli deyib. Sözügedən statistika isə bir daha göstərir ki, Rusiya-Ukrayna müharibəsi də daxil olmaqla bütün müharibələrdən Birləşmiş Ştatlar pul qazanır. Belə olan halda isə ortaya təbii ki, bir neçə sual çıxır. Vaşinqton Rusiya-Ukrayna müharibəsini həqiqətən bitirmək istəyir. Amerikalılar silah biznesini uğurla inkişaf etdirmək üçün başqa hansı bölgələrdə münaqişələr yarada bilər? Əməkdaşlarımızın araşdırmasını təqdim edirik. Ukraynada geniş miqyaslı müharibə başlayandan bəri Amerika silahlarının satışı 600% artıb və Avropadan gələn sifarişlərin həcmi 265 milyard dollara çatıb. Müttəfiq qüvvələrin Avropadakı ali baş komandanı Amerikalı general Christopher Cavolinin sözlərinə görə müttəfiqlər üçün müxtəlif silah sistemlərinin uyğunluğunu təmin etməyən ən asan yolu onları Amerika Birləşmiş Ştatlarından almaqdır. Hazırda 265 milyard dollar dəyərində satış üçün 4000 müraciət var. Avropa ölkələri silah istehsalçısı kimi Birləşmiş Ştatlardan alış-veriş etmək üçün sıraya düzülüblər, deyə Cavoli vurğulayıb. Əslində illərdir Vaşinqtonun Şərqi Avropa cəbhəsində, eləcə də Yaxın Şərqdə həyata keçirdiyi siyasət nəzərə alınanda ölkənin silah satışı ilə bağlı artımlar başa düşüləndir. Belə ki, 2-ci Dünya müharibəsinə qədər Avropanın kölgəsində qalan Birləşmiş Ştatlar savaşdan sonra silah satışı sayəsində böyük gəlir əldə etməklə yanaşı bu sahədə lider vəziyyətə gəldi. Məhz bundan sonra baş verən savaşlar, səssəyi ilə soyuq müharibə, Ruslara qarşı Avropanın silahlanması, Vyetnam, Əfqanistan, Suriya, İraq kimi ölkələrdə Vaşinqton münaqişə ocaqlarını tətikləyərək böyük miqdarda silah satmağa nail oldu. Təbii ki, uzun müddət qoca qitəyə silah satışı və bir çox problemlərin həllini tapması Vaşinqtonu yeni gəlirlər üçün ideyalar tapmağa məcbur etdi. Ukraynada savaşın başlaması isə Birləşmiş Ştatlar üçün əla fürsətə çevrildi. Bir taraftan Trump Ukrayna ile ateşkes ve savaşı durduracağım derken ama bir taraftan da silah sanayi ve silah teknolojisine müthiş yatırımlar yapıyor ve dünya piyasasında Amerikan silahlarına ihtiyaç her geçen gün artıyor. Böyle olunca da Trump Çin'i baskılamaya çalışırken ama dünyadaki çatışma alanlarına da silah yetiştirmek için silah sanayini hızlı bir şekilde çalıştırıyor. Böyle olunca da dünyada önemli bir sektör ve bu sektörün de başat aktörü Amerika çatışmaların durmasını değil, çatışmaların kontrollü bir şekilde devam etmesini arzu eder. Birləşmiş Ştatların hazırda yaratmış olduğu yeni dünya siyasəti eyni ilə soyuq müharibə dövründə olduğu kimi Vaşinqtonun Ukraynadakı savaş bitdikdən sonra da gəlir əldə etməsinə şərait yaradacaq. Belə ki, qoca qitənin nümayəndələri onsuz da zəif hərbi güclərini Rusiyanı dayandırmaq üçün Kiyevə verdilər. Nəticə etibarilə hazırda Avropa ölkələrinin silah inventarları hər hansı savaşda iştirak edə bilməyəcək qədər zəifdir. Üstəlik Avropada Moskvaya qarşı olan qəzəb və qorxu dövlətləri yüksək səviyyədə hərbi xərcləri artırmağa sövq edir. Bütün bunlar Vaşinqtonun qoca qitəyə bundan sonra uzun illər silah satmasına şərait yaradacaq. Məsələnin maraqlı tərəfi isə Birləşmiş Ştatların uzun illər təhlükəsiz baxımından satmaqdan imtina etdiyi. Amma köhnələn bütün silahları satmaqla həm gəlir əldə etməsi, həm də öz inventarlarını yeni texnikalar üçün boşaltmasıdır. Hazırda atəşkəsin əldə edilməsi və ya sülhlə bağlı müəyyən danışıqların aparılması məsələsi aktual olsa belə, yenə Amerika hərbi sənayesi qazanclı çıxır bu prosesdə. Təkcə bu üçləsində satılan silahlardan söhbət getmir. Bundan sonra dövrdə də Amerika hərbi sənayesi qazanan tərəf olacaq. Çünki Avropa artıq təhlükəsizlik arxitekturasını yenidən qurmağa məcburdur. Və təsadüfi deyil, bununla bağlı artıq müzakirələr gedir və təsadüfi deyil ki, Trump administrasiyası Avropaya hərbi müdafiə xərclərinin artırılması ilə bağlı çağırış edir. Dünyada gedən geosiyasi proseslər və müharibələr onu göstərir ki, təkcə silah satışı deyil, ümumiyyətlə iqtisadi bazarlar uğrunda mübarizə kəskinləşmişdir və hal-hazırda böyük dövlətlər bir-birinə iqtisadi müharibə elan etmişdir. Onu da qeyd etmək lazımdır ki, 21-ci əsr dəhlizlər dövrüdür və bu dəhlizlər uğrunda mübarizə daha da kəskinləşəcəkdir. Və müharibələrin dayanmasını istəməyən bu dövlətlər daha çox gəlir
sahib olmaq istəyirlər. Göründüyü kimi, Birləşmiş Ştatların bir əsr bundan öncəki kəşfi və daim istifadə etdiyi metod hələ də Vaşinqtona milyardlarla dollar gəlir gətirir. Nəticə etibarilə mədəniyyətlər dağılır, insanlar öldürülür. Buna baxmayaraq, Birləşmiş Ştatlar hələ dünyanın qurtarıcısı və demokratik ölkə adlandırılır.